Siz heç ananas salatı hazırlamısınız? Məncə mütləq bir dəfə də olsa hazırlamalısınız. Özəlliklə də bayram süfrələrinizə gözəllik qatacaq. Çox dadlı və möhtəşəm alındı. Keçəyin hazırlanma qaydasına. Hazırlamaq üçün bizə lazım olacaq toyuq filesi. Toyuq filesini öncədən qaynadıb və istədiyiniz formada doğrayırıq. Duz əlavə edib qarışdırıb qabın içərisinə əlavə edirik. Üzərinə də mayonez əlavə edirik. Mayonezi çəkdikdən sonra tavanın içərisində təxmini 15 dəqiqə qovurduğum ananasları soyudub üzərinə əlavə edirəm və üzərinə yenidən mayonez çəkirəm. Ananasları qovuranda biraz duru yağ əlavə etməyi unutmayın. Və mayonezi də çəkdikdən sonra üzərinə qarğıdalı da əlavə edib eyni qayda ilə mayonezləyirik. Ən sonda mayonezi çəkib üzərinə rəndədən keçirdiyimiz pendiri də əlavə edirik. Pendiri də əlavə edildikdən sonra üzərinə yenidən mayonez çəkib üzərini ananas dilimləri ilə bəzəyirik. Mən hər salatı sevmədiyim üçün bu salatı çox bəyəndim. Sevdiyim salatlar sırasına qeyd elədim. Mütləq siz də hazırlayın. Çox amma çox dadlı alındı. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.